mənim bir sevdiyim sual var yeniyetmə valideynlərinə ki, övladın yerini özü yığılmır və eyni zamanda yeniyetmənin özündəki yerini niyə yığmırsan? Və adətən məhz bu yerin yığmayan uşaqlar yeniyetmələr iki qrupa bölünür. Valideynləri çox təşvişli, hiperaktivası olan bir çox qayğılı bir ana atalar, nənələr və diqqət əksik hiperaktivlik pozuntusu olan uşaq və yeniyetmələr ki, hansılar ki, özündə müəyyən bir rutin vərdişi formalaşdıra bilmir ki, bu ona lazımdır. Bu öhdəlikdir, amma bu öhdəliyə bir həvəs yoxdur. Və ya kiçik yaşlarda, daha kiçik yaşlarda dişin fırçalamaq, yəni dişin fırçalamaq bir böyük faciəyə dönür. Yəni ana bunu 30 dəfə deyəcək, amma uşaq dişini fırçalamayacaq. Halbuki diş fırçalamaq minimal vaxt tələb edir. Məncə sizin səsləndiyiniz məqam ki, kişi qadın əziyyət çəkməsi bu məhz diaqnozdan asılı deyil də, ümumiyyətlə dünyada olan kişi və qadın arası fərqə, eyni zamanda bizim Nigah İnstitutuna olan sıxıntılara əsaslanır. Yəni hər bir insan fərdi formalaşmış böyük şəxsiyyət, artıq ki o 18 yaşdan yuxarı özünün qayğısına qalmağı bacarmalıdır. Yəni yemək bişirmək olsun, yatağı yığmaq olsun və ya paltarlarını atmaq olsun, bunun kişi və qadın fərqi olmalı deyil. Niyə? Çünki həmin o 18 yaşı olmuş tələbə xaricə gedib yataqxanada qalacaq və kimsə onun paltarını yumayacaq. Eyni zamanda qadına da aiddir, bu kişiyə də. Yəni bir şey bacarmaq lazımdır. Bəli, ailədə bu rollar bölünə bilər və bölünməlidir də, amma o cümlədən də uşaq yeniyetmənin də öhdəlikləri olmalıdır evdə. Amma məncə məhz diaqnozdan daha çox Nigah İnstitutunun özünün boşluqlarını və dünyada kişi və qadın rollarında olan fərqə əsaslanır.